Buna bakın. Bakın. Bu bizim polisdir. Bu bizim polisdir. İlham Əliyev pozğun gəlininə görə Vilayət Eyvazova tapşırıq verib ki, mənim gəlinimi gündəmdən çıxartmaq üçün gedin, qazini tutun, şalvarını çıxardın, zorlayın və videosunu çəkin və ötürün mətbuata. Təsəvvür edirsiniz, bu İlham Əliyev necə xəstə adamdır. İndi bunu yaymalı şey demədilər. Akşama yaxın polis belə bir bəyanat verdi ki, güya qazi dölmüş, rahat olun. Belə deyir, lap yalan deyirik, qazi döyür. Qazi olmayanı belə döyərlər. Sonra da deyir, narkotik satıbmış, alıbmış. Yəni narkotik satanı da belə döyərlər. Savunması insanı belə döyərlər. İlham Əliyev deyir ki, mənə siqnal verin. Mən birinci belə siqnalla başlamışdım da. Bip bip. Sonra gördüm ki, bu siqnal çatmır. Bəlkə paravoz siqnal verək ona, nə siqnal verək. Və maraqlı bir nədir? Daxili İşlər Nazirliyi yayıb ki, polisləri də cəzalandıracağıq və s. Amma İlham Əliyev bu biabırçılığa münasibət bildirməyib. Mən bilsən nə düşünürəm? Mən düşünürəm ki, necə ki bizdə İlham Əliyevə qarşı kasetlər var, bu gədədə də bunda, Vilayət Eyvazovda İlham Əliyevə qarşı kasetləri var. Ona görə də İlham Əliyev polislərə söz deyə bilmir, polislərdən qorxur, polis Vilayət Eyvazovdan qorxur. İlham Əliyev artıq prezident kimi özünü aparmır. Gəlini ortaya çıxır, səsini, dilini qatdalayıb soxub içinə. Qaziləri polis işgəncə verir, tumanını çıxardır, şalvarını çıxardır ya. Qazinin şalvarını çıxardır ki, gündəmi dəyişmək üçün. Yenə də İlham Əliyev susur. Gündəmi dəyişə bilməyəcəklər. Bəlkə bunların başı yoxdur da. Bunların başı eşşəyin şeyinin başı, bu bizim o nazirlərin deyə. Bəlkə bunlara bir yol göstərəsən, bu gündəmi nətər bağlaya bilərlər, bir kömək eləyəsən bunlara. İndiki məqamda gündəmi Mehman Hüseynov təyin eləyir. İlham Əliyev bir gündəm ortaya çıxardan kimi məndə hazır kasetlər var, hazır. Bir var ki kinolar, bir var ki hazır kasetlər, o elə bir gündəm olan kimi soxacam ki gələ. İlham Əliyev bizlə hesablaşmalıdır. İlham Əliyev Əlin Ağayevi cəzalandırmalıdır və ondan sonra o tam biabır olmamış yolun yarısından da qayıtmaq bir xeyir. Yaxşı, Əlin Ağayevi vəzifədən sabah İlham götürsə siz dayanacaqsınız. Bu gözəl sual oldu, bu maraqlı sual oldu. Baxır necə Əlin Ağayev cəzalanacaq. Amma söhbət burada konkret Əlin Ağayevin cəzalanmasından getmir. İlham Əliyev ağlı başına gəlməlidir. Cəmaatın pensiyasını qaldırmalıdır, maaşını qaldırmalıdır, iş yerləri açmalıdır. Cəmaatın haqqını o boğazından kəsib Alyonaya yedizdirməməlidir. Bizim tələblərimiz çoxdur. Üzr istəməlidir ki, bir sosqanı gətirib bizə xalqa soxuşturmaq istəyib. Bu baş verməyəcək. Getsin öz ölkəsində, öz evində birinci xanım olsun, vitse-prezident olsun. Amma Azərbaycanın taleyini həll edən şəxs Alyona Qonçaq olmamalıdır. Xahiş edirəm, 2 dəfə efirin üstünə tık vurun, mən namuslu şərəfli insanlara deyirəm. Baboş var insanlara demirəm. Nə bilim o saldılar ortaya, nədir, Elizar dəliyi dardı, nədir? Onu da soxdular içəri ki, bəlkə bu bir sensasiya olar, 80 min adam baxır. O da, Alyona'nın yatırıq, Alyona'nın dururuq. Tutar getdi, başqa söhbəti eşitmək istəmirik. Sonra da Alyona'dan sonra gələcək o birisilər də, baldızlar gələcək, baldızlar. Bizi nə sürpriz gözləyir? O bir efirlərdə açılırsan, tökülürsən, burada da açıl tökül görək. Bizi sürprizlər çoxdur. Biz araşdırmışıq ki, Əlin Ağayevə verilən ən böyük rüşvət nə olub, onu araşdırmışıq. Bizim gündəmdə var. Azərbaycanda ən varlı məmuru tapmışıq. İlham Əliyevin yanında fırlanır o. Azərbaycanda deməli Vilayət Eyvazovun villasını çəkmişik. Əlin Ağayevin villasını çəkmişik. Kamran Əliyevin villasını çəkmişik. Ondan sonra bir 7-8 seriallıq bizdə material var. Amma bununla da bitməyəcək. Yəni informasiyalar gəlir və hər filmdən sonra informasiya daha çox gəlir. Ona görə də hörmətli izləyicilər, popcornlarınızı hər həftə hazırlayın, Mehmanın kinolarını gözləyin və mən ümid edirəm ki, bu kinolar vasitəsilə biz Əliyevi köçdürə biləcəyik. İndi sənin sualın, mənim arxamda kim durur? Mən əsas söykənəcəyim, güvəndiyim adamlar Azərbaycan xalqıdır. Azərbaycan xalqı sözünü deyəcək. Mən sadəcə insanları məlumatlandırıram, onlara həqiqəti çatdırıram və deyirəm ki, bax, məsələ budur. İlham Əliyev bizim cibimizə girir, pulları götürür, bizi məhv eləyir. Niyə? Bir dənə Alyonaya görə. Nəticəni çıxartmaq elə bir kino olacaq ki, elə bir sezon finalı olacaq ki, biz elan edəcəyik ki, insanlar hara axışsınlar, necə axışsınlar, nələr etməlidir, necə özlərini qorumalıdır. Bax, bunları hamısını biz təlimatı olacaq. Amma o sezon final gecəsi olacaq, o kinoların final gecəsi olacaq. Bax, həmin o gün İlham Əliyevin, necə ki 23 yanvar İlham Əliyevin ən qorxduğu bir gün oldu. İlham Əliyevin şok aldığı bir gün oldu. Bax, o gündən hər həftə biz ona yaşadacağıq. Amma sezon finalı var. Sezon finalında mənim bu ortaya qoyduğum faktlardan sonra bu xalq meydanlara çıxmasa, demək ki, bu kinonun rejissoru
bu gecələri yatmır, araşdırır, tapır, mənim əziyyətimə keyif olacaq. Ay Hər- qardaş, bir dəqiqə, basıb gedirsən elə, sən nə həyasız adamsan. Bu atalardan, babalardan belə bir misal var idi ki, kasetdən gələn kasetdən gedər. Ay qardaş, səni kasetdən də yola salmaq olmur. Bəs. Kasetdən gələn kasetdən gedər. Qabil, bu kasetlə biz görürük ki, əsas bizə nədir vacib? Millət qızışıb, millət o deyir, artıq ümid yaranıb. Bu son illər ərzində ən çox ümidlənən bir məqamdır. İnsanlar ümidlənib, insanlar deyir ki, biz artıq həqiqətləri bilirik, biz başa düşürük ki, ölkədə nə baş verir və biz artıq cana boğaza yığılmışıq. Bizə təlimat verilməlidir, biz bilməliyik ki, nə etmək lazımdır. Ona görə də İlham Əliyev o saxta televiziyalar vasitəsilə bu cəmaatın beynini yeyib. Bax, biz də bu kinolar vasitəsilə insanları bir prosesə hazırlamalıyıq. O prosesə biz artıq qərar verəndə ki, insanlar hazırdır. İlham Əliyev heç bizi gözləməyəcək ki, biz meydanlara çıxarıq. Özü qaçacaq ölkədən. Özü biabır olub qaçacaq, biabırçı qaçacaq. Bunun başqa variantı yoxdur. Bu belə bitməyəcək. İlham Əliyev dərk eləməlidir ki, bu belə bitməyəcək. Mən deyəmirəm, mənim içimdə qalır. Deyəmirəm. Bizi yoxsa gecə ilə İlham Əliyev deyər ki, bu Qabili mehmanı o birlər bunu yox eləyin. Amma mən hələ onu demirəm ki, qoy biraz ümidlənsin ki, yaxşı olacaq hər şey. Sığalayacaq onu. Dəhşətli bir şeylər var əlimizdə. Artıq Azərbaycanda söz sahibi bizik. İlham Əliyev deyil, Vilayət Eyvazov deyil, Əli Nağıyev deyil.